Esselamu aleykum. Bugün gecənin kimya dərsindəyik. 2-ci dərsdə bugün 12-ci sınıfların 10-cu bölümdəyik. 10-cu bölümün bugünkü konumuz aromatik hidrokarbonlar. Gedən dərslərdə biz hidrokarbonları oxuduq. Hidrokarbonlar nə idi? İki növü: doymuş hidrokarbonlar, doymamış hidrokarbonlar. Doymuş hidrokarbonlar alkanlar idi, bir də halkalı alkanlar. Bugün doymamış hidrokarbonlardan birini aldıq. O da nədir? Aromatik hidrokarbonlar. Doymamış hidrokarbonlara əgər baxsaq, birinci qədər alkenlərimiz var idi. Ondan sonra alkinlər, üçüncü aromatik hidrokarbonlar. Nə üçün bugün aromatik hidrokarbonlar anladıram? Çünki dünən halkalı alkanları anlatdıq. Bir də aynən halkalı alkanlara çox bənzədiyi üçün bugün istəyirəm anladım. Gedən dərsdə biz halkalı alkanları anlatdıq. Bugünkü aromatik hidrokarbonlar. Aromatik hidrokarbonların birinci qədər özellik burada yazdım. 6 karbon atomundan oluşan bir veya daha fazla halka sabit olmayan elektronlardan oluşur. Yani burada elektronlar hərəkət halindedirlər, sabit değildirlər. Ondan sonra benzen aromatik hidrokarbonların en sade olanıdır. Burada nə yazdım? Benzen. Biz birinci bölümlərdə almışdıq benzin. Benzin nə? Ticari bir adıydı. Bəs indi elmiyen adı benzendir. Baxaq, nə benzen olarak kullanılır ismi. Benzen nədir? En sade aromatik hidrokarbondur. Yapısal formülündə 6 karbon atomu halka şeklindədir. Yani nədir? Aromatik hidrokarbonların en sade olanıdır. Yani biz aromatik hidrokarbon gördüğümüz belli de bir benzen halkası olsun. Benzin de diyebiliriz. Bizim elmiyen adı benzendir. Ticari olarak benzin olarak kullanılırdı. En sade aromatik hidrokarbondur. Yapısal formülündə 6 karbon atomu halka şeklinde. Halka mənası nədir? Burada yapıram, halka şeklinde. Eder nədir? Altıgen şeklinde bize bir formül şekil verir. Halka şeklinde, yani ne kapalıdır. Baxsağın. Bu halka şeklinde 6 karbonlu rezlədir. Dili içinde ne vardı? 3 adet ikili bağ içerir. Buna dikkat edin. İçinde ne vardı bu halkanın? 3 adet ikili bağ içerir. 3 adet baxaq necəyə qoyarıq bu halkaya? Bir çift bağ, ondan sonra tek bağ, çift bağ, tek bağ, burada çift bağ. Bu eti nədir? Benzen bir halka şeklindədir. Aromatik hidrokarbondur. Hər harda bu formülü bir şekilde gördüğüm bile hemen deyərim bu benzendir. Benzen edə bilirik. Baxağın, hər karbon neçə bağ oluşturur burada? Bu karbon 1, 2, 3 bağ var. Biz bilirik bütün karbonların her zaman 4 bağ olsun. Ne azdır, ne fazladır. Yani burada bir bağ kalıp o da hidrojendir. Bunda bir bağ kalıp hidrojen. Bir de hidrojen. Yani indi genel formülü benzenin eder nədir? Moleküler formülü, genel formülü C6H8, karbon 6, hidrojen 6. Baxaq belədir. Dediyimiz kimi benzen halka şeklindədir. Etrafında da eder nədir? 6 karbon vardır. 6 karbonda hər birisi bir hidrojen var. Nə? Çünki aralarında çift bağ vardır. Edebilirlik bunu gedən dərsdə aynen halkalı alkanlarda anlattığımız kimi edebilən bu karbonları yazmayayım. Altıgen şeklinde yazım. Eğer bu şekilde yazsa bu edirdi ne gibi? Halkalı heksan idi, alkan idi. Bəs eğer benzeni yazsa o da bir içindeki 3 çift bağ yazarsan. 3 çift bağ. Ana bu çift bağ yani bu şekilde olur. Yani da bu şekilde yazabilirik. Çift bağ bura gətirə Çünkü ne diyor? Elektronları daima nerede? Sabit olmayan elektronlardan oluşur. Elektronlar eğer hareket halindedir. Yani imtihanda bütün esileler baksa benzen nedir? Bir daire şeklinde bəmçi. Bu dairenin mənası nədir? Edir? Bunlar daima hareket halindedirlər. Hareket halinde, yani bu şekilde yazarım. Çift bağ, tek bağ, çift bağ, tek bağ, çift. Burada da edə biləm, yəni də bu halkanı halka şeklinde yazım. Nədir? Çünki burada edə biləm, bu çift bağ gətirim. Bir yana sıra gelince çift tek, çift tek, çift tek olur. O vaxt eder elektronlar hareket halindedir. Bu şekilde bir halka ortada yaparım. Bəs bir xır şeklinde yaparım. İndi baxağın aromatik hidrokarbonların kullanımları ve özellikleri. Benzen halkası kimyasal olarak tamamen sabit sayılır. Yani bu nədir? Bu hər harda görsən bu şekilde içinde yani çift bağlardan oluşur. Bu eder benzen halkası tamamen sabittir. Bu özellik sabit olmayan elektronlarının kavramını kullanarak açıklanabilir. Bunda mənası budur. Buradaki elektronlar sabit değiller. Sabit eder nədir? Hareket halindedirlər. Elektronların kavramını kullanılarak açıklanabilir. O yüzden aromatik hidrokarbonlar, aromatik hidrokarbon kimdir? Budur, benzen halkasıdır.
alkenlər və alkinlərdən daha az etkin, yəni aktiv olurlar. Bu sabitlikdən dolayı benzən daha önce apolar çözücü olarak kullanılmış. Biz birinci bölümde benzin algıladık. Benzin ile su karışmaz. Nədir? Su polar bir maddedir. Benzinəki apolardır. Biz dediyim üçün benzin eder nəydi? Ticari bir adı, biz öz ilmi adı benzən olarak biz burada adını gətirik. Nə? Çünki bizim burada isimlərə ehtiyacımız vardı isimləndirməkdə. Benzən daha önce apolar çözücü olarak kullanılmıştı. Bir demiştik qeyri maddede vardı ki, bəzən toluindir. Toluin də aynən benzenin bir örneklerinden biridir. Diğer hidrokarbonlar gibi benzen suda az eriyen apolar bir maddedir. Yani eder nədir? Suda çözünmez, su ile benzen birbirlerine karışmayan iki sıvıdırlar. Gələk baxaq örnəklərdir. Soru necə gəlir? İsimləndirmək. Və isimləndirməni bir nöqtə şəklində yazaram. Anlamaq üçün çox növdən soru gəlir içində. İndi biz bildik aromatik hidrokarbon nədir? Halka şeklinde. Halka yani ne eder? Karbonlar halka oluşturupdur. Kapalı bir halka oluşturupdur. İçinde de elektronlar sabit olmadığı için çift bağlar yerinden edebilir, hareket etsin. İçinde 3 çift bağ var. Daima çift bağ yapanda bir çift, bir tek. Bir çift yok, iki çift birbirinin şahsında olsun. Yani iki tek birbirinin şahsında. Çift tek, çift tek sırayla bir şekilde gider. Şimdi eğer örneklerini alsaq, baxaq isimlendirmelerinde benzen halkası en uzun zincir olarak sayılır. İstemez ya, çünkü biz bildik bundan sonra bizim işimiz bu halkaydandı. Benzen halkası burada nədir? En uzun zincir olarak sayılır. Halkası en uzun zincir olarak sayılır. Yani istemez diyağın hardan sağdan başlayan soldan özü zaten halka şeklindedir. İndi halkada karbonları biz numaralandırırıq. Halka içinde karbonlar numaralandırıb. Baxaq necəyim? Birinci, eğer sadece bir bağ varsa, yani benzen halkasının içinde bəzi bir bağımız varsa, istemez halkada karbonları numaralandıraq. Eğer sadece bir bağ varsa, bağ yani dal da edebilirik deyək, bağ, dal varsa, dalakan yazım, dal varsa direkt olarak isimlendirilir. Numaralandırmadan direkt olarak isimlendirilir. Numaralandırmaya gerek yok. Baxaq burada anlamı nədir? Direkt olarak isimlendirilir, numaralandırmaya gerek yok. İndi bizim bir benzen halkamız vardı. Halka daimin içinde de bu çift bağlar yerine dediğimiz şekilde biz yazarıq. Bir halka şeklinde burada yazarıq. Ondan sonra eğer sadece bir dal ve benzen halkasıdır ve edernet içindeki çift bağlar da elektronlar hareket halindedir. Burada bir bağ oluştururam, bu da CH3'dir. İstemez diyeyim bu birinci karbon, ikinci karbon, 3, 4, 5, 6 sıralandırım. Çünkü bu metil grubu her harda olsa ben oraya hemen bir sayısı koyarım. Bazıları edebilir yazsın bir metil, biz numaralandırmaya gerek yoktur. Ne? Çünkü özü bir dal var üstünde. Başka yoktur üstünde. Neylerim burada? Hemen eder birinci karbonda. Birinci karbonda ne var? Metil. Onun isimlendirilir, numaralandırmaya gerek yoktur. Yani burada ben biri yazmam. Hemen yazarım metil, benzen. Metil, benzen. Bunun ticari bir adı vardı. O da bazen deyirlər toluin. Metil benzen gördük böyle eder toluindir. Aynen mənadır. Bu nədir? İlmi adıdır, bu da ticari adıdır. Hər ikisi aynen bir şekilde verir mənə. Yapısal formülüdür. Yapısal formülü metil benzenin eder toluindir. Çox maddemiz var. İndi alıq ki, ilmiyen adı qeyr şeydir, ticari adı qeyr nəvəhdir. Ondan sonra gene bir qeyr örnek. Aynen üstünde bir dal var. Burada yazarım CH2, CH3. İndi bu eder bir daldır. Neçə karbon 2. 2 onda alkil gruplarda C2H5. Alkil grup eder nədir? Etil. Adı olar etil.
Bu birleşiyin ismi onlarına birinci kere daimən nə veririk? Hangi isimlə başlar? Dalın ismi, daha sonra genel birleşiyin ismini veririk. Burada dalaka nədir? Etildir. Etil, benzən. Bir də dalın ismi etilidir, benzən. İstəməz yazın bir etil, benzən. Çünki sadece üstündə bir dal vardı. Bir dal varsa numaralandırmaya gerek yoktur. Bu birinci notumuzdur ki isimləndirməkdə. İndi baxaq, diğer notlar nədir? İndi 2'miz var, 3'miz var. O vaxt isimləndirməkləri necə olur? Birinci dedik, eğer sadece bir dal varsa direkt olarak isimləndirilir, numaralandırmaya gerek yoktur. Yani istemez bahsi karbonların sayılarını yazağın. Çünkü sadece bir dal var üstünde. İsimləndirməkdə ikinci noktamız deyir, eğer iki dal varsa, harda benzən halkasının üstündə iki ayrı dalımız varsa, biri burada, diğeri burada, ana harda olsa, bax o vaxt biz necə isimləndiririk? İsimləndirməyi nə şəkildə yazarıq? Birbirlerine en yakın olacak şekilde isimləndirilir. Eğer iki bağ varsa, iki dal varsa üstündə xəbəriniz olsun, ben halkan xıriyatdan etməyəğin CH3, burada CH2, CH3 koyarım. İndi əgər üstündə iki dal varsa, birinci kere dalakalara baxarım. Baxım nədir? Dallar ismi nədir? Burada nə var? Metilim var. Metil dedim M ilə başlar. Burada var etil. Etil İ'dən başlar. İndi biz İngilizce alfabesinə görə nəmiz var? Birinci kere B harfi gəlir. B alkillərdən butildir. Sonra etil. Sonra metil. En son propil. Bunlar alkil gruplardır ki dal şeklində gəlir. Alkanlar, yəni də hidrokarbonların istinə. İndi burada istəyirəm bəsin numaralandırım. Hardan numaralandırım? Talaba deyər, çox qərə küçük olan taraftan numaralandıram, B3 tarafa geçerim. Yox, İngilizce alfabesinə görə hangisi daha önce gelir? İ, yəni əməkə gəlir İ. Yəni bura mən 1 koyarım. Bura birinci karbondur. Birinci karbonu belirlədim. Birinci karbonu belirlədim. Baxım, sağ tərəf gedim ikinci karbon, yəni sol tərəfi ikinci karbon olaraq isimlə. Əgər gəssəm sol tərəfçi, bura olsa 2, 3, 4, bura olur 5-ci. Yəni edər mənim birincidən 5-ci karbona düşürə dallarım. Əgər tərs şəkildə gərsəm, tərs şəkildə mənası nədir? Sağ tərəfdir. Bura birinci karbon, ikinci karbon, üçüncü karbon. O vaxt edər nə? 1-dən 3. Çox qərdilər toplaqla toplamaqda hangisi daha az ise en küçük sayını seçərik. 1-dən 3 dedik, edər nə qədər ciddi dərs anlatdıq? Edər 4. 1-dən 5'e edir 6. Yəni biz büyük sayıdacı küçük sayıyı seçeriz. Edər, mən bəsin indi numaralandırandam en küçük sayı haradır? 1-dən 3'e düşürüm. Talaba deyər, nədir? Mən bura 1 koymadım, bura 3 koyaydım. Gənə deyirəm, İngilizce alfabesinə görə birinci kere İ gəlir, ondan sonra M. Gəlim isimləndirməyi yazım. İsimləndirməkdə etil neçənci karbonda? Birinci karbon. Yəni yazarım 1 etil. Virgül. Dedik, diğer dal hardadır? 3-cü karbondadır. 3-cü karbondakı dalın adı nədir? Metil. Bu dalları yazdım. Birinci karbonda etilim var, 3-cüdə metilim var. İndi baxım, mənim genel form ismi nədir? Maddənin adı nədir? Benzən. Benzən. Əgər bir benzən halkası üstündə benzən aynen baxanda iki birbirlerine benzeyen alkil grubu vardı. Buraya əgər istəsəm bəsin numaralandırım, heç fərqisi yox. Çünki hər ikisi metildir numaralandırmaqda. Hər hardan başlasam fərqli, çünki hər ikisi metildir. Nə bura 1 versəm, nə bura 1 versəm, aynı edər metil. Bəs baxım, numaralandırmaqda benim çox qərə demişəm, yanlış isimləndirmək gəlir. Yanlış isimləndirmək nədir? 1, 2, 3, 4, bura 5 verir. Baba deyər 1-dən 5.
Biz bilirik, əgər biz sağ cəsəydıq 1, 2, abra 3 düşərdi. 3-cü karbonda bizimçi alkil qrubu gələrdi. Edərinə 1, 3. Yəni, edər mən 1, 5-i seçməm, 1, 3-ü seçərəm. Nəçə? Ən yaxın, bir-birlərinə ən yaxın, yəni ən küçük sayı olan şəkildə yazalım. Yəni, 1, 5-əkəni seçməm, çünki yanlış isimləndirməkdir. Onlar 1, 3. Birdən 3-cüdə mənim alkil qrubum vardı. Alkiləkələr kimdilər? Hər ikisi aynən də metildilər. İkisi aynəsi mən bəhs edim, day qoyaram. Day mənəsi nədir? Edər hər ikisi aynən də day metil. Bənzən. Ən sonda aromatik hidrokarbonun ismi yazılır. O da bənzəndir. Gənə xeyr örnək alağın. Aynən benzən halkasını yazdım. Biri İndi birin bəmsizləri bu formülün bu şəklində yazdığım maddənin ismini yazınız. Gələm isimləndirməkdə, numaralandırmaq öz əlimdədir. Çünki 2 dal var istində. Buradakı dalın adı nədir? Metildir. M kapital yazdım. Çünki M-dən başları. Buradakı da adı propildir. Propil. Nəçə? 3 karbondur. Metil, etil, propil. 1 karbon olsaydı metil, 2 karbon etil, 3 karbon propil olur. İndi burada propilimiz vardı metildən. İstəyirəm bəhsini numaralandırım. Baxım necə numaralandırıram. Bura əgər 1 qoysam, alfabetikə görə birinci kərə metil gəlir. Ondan sonra propil. Neynərəm mən bəhsin? Bir qoyaram hara? Metil yanına. Nəçə? Birinci kərə M harfi gəlir alfabetik İngilizcə alfabesinə görə. Ondan sonra baxım 2-ni sağ tərəf gedim, yəni yuxarıcı gedim bəmt 2 qoyum. Əgər bura qoysam 2, 3, 4-cü karbona düşürür. Baxaq, buradan başlayağın 2, 3, 4. Edər aynı olduğu üçün heç fərqisi yoxdur. Nə geçəm aşağıdan, nə də yuxarıdan aynən 4-cüyə düşürür. İndi isimləndirməyi yazım. Birinci karbonda nə vardı? Birinci karbon metil. Virgül. Ondan sonra digər dal harda? 4-cü karbonda. 4 propil. Bu aromatik hidrokarbonun adı nədir? Benzən. Bu şəkildə isimləndiririk. Əgər 2 dal varsa, neynərik? Bir-birlərinə yaxın olacaq şəkildə. Burada anlattım, bazı ən küçük sayı çıxacaq şəkildə mən numaralandırıram. İndi gəlirik 3-cü isimləndirməkdə. 3-cü də deyirik, əgər birincidə dedik, 1 dal var isə istində. İkincidə 2 dal, indi 3-cüdə əgər 3 dalım oldu, İngilizcə alfabesinə baxmam burada. Deyir, əgər 3 dal varsa istində, o vaxt ən az sayı qaldıracaq şəkildə numaralandırırız. Əgər 3 dal varsa, ən az sayıyı kaldıracak şekilde numaralandırırız. Daha sonra isimlendirirken İngilizce alfabesine göre isimlendiririz. Baxaq burada mənası nədir? Yenə bir aromatik hidrokarbon benzin halqası yaparıq. Bura bir dal, burada bir dal. CH3, burada CH3 koydum. İndi deyir, eğer 3 dal varsa, deyir, en az sayıyı kaldıracak. En az sayı nədir? Burada da anlattığım kimin en az sayı çıkacak şekilde biz numaralandırırıq. Yani numaralandırmaq bizim əlimizdədir. En az sayıyı kaldıracak şekilde numaralandırırız. İndi baxaq, əgər burada mən numaralandırsam, hər kəscələr yuxarıdan başlar.
Yuxarı mən 1 qoysam, deyərəm ona sonra gəlirəm bura 2, 3, 4. Edər mənim sayım dalıqala edər nə 1, 3, 4. Əgər mən tərs şəkildə gəlsəm, aşağıdakından başlasam, bura 1, 2, 3, bura 4 qoysam. O vaxt onlar nə? Birincizdə bir dağılım var, ikinizdə də varımda, dördüncüzdə də. Yəni o vaxt edər 1, 2, 4. Toplam sayılarını etsək, 1-dən 2 edər 3, bir də 7, bir edər 8. Mən B3 sayını dedim seçməm, hangisi küçük olacaq şəkildə. Əgər 3 dal varsa, en az sayıyı kaldıracaq şəkildə numaralandırırız. Daha sonra isimləndirirkən İngilizcə alfabesinə görə isimləndiririz. Əcə isimləndirək bəhsini, mən numaralandırdım. Birinci işim numaralandırmaqdır. İkinci işim nədir? Bu dalların baxım İngilizcə alfabesinə görə isimləndirmək. Bura nədir? Metildir. M, bura metil, bu da metil. Yəni heç fərqsi yoxdur. Yazarım 1, 2, 4. Edər neçə oldu? 1 olsa heç yazmır. 2 olsa gedək day, 3 olsa tray. Tray, metil, benzən. İsimləndirsək 1, 2, 4 tray, metil, benzən. Bir də bir isimləndirməkdir. İndi xeyr örnək alaq. Əgər burada farklı bir hərfdə olsaydı, o vaxt necə isimləndirirdik, yəni də numaralandırırdıq. Bir xeyr örnəkdə yazaq bəscə. Aynən benzin halqası dedim, nədir? İçində 3 çift bağ vardı. Bu 3 çift bağı necə yazılar? Çift tek şəkildə yazılar. Yox, 2 çift bir-birinin şahsına, yəni 2 tek. Ziyarətlər imtihan dediyim kimi bağısı benzin halqası, benzən bu şəkildə gəlir. İndi qeyr örnək alağın, o da aromatik, yəni nədir aromatik? İçində 3 çift bağ vardır. Burada CH2, CH3, bura CH3, bura CH3. İstində indi 3 dalımız vardı. Biz dedik, əgər 3 dal varsa benzən halqasının istində biz neylərik? En az sayıyı kaldıracaq şəkildə. Əvvəltər biz nə dedik? Əvvəltər dedik 2 dalda. Harada? İngilizcə alfabesinə görə bu etildir. Etil, i-dən başlayır. Həmən onun yanına 1 qoyurduq. Cəcən edək, əgər bura 1 qoysam, bura 2, 3, 4. Toplam sayım edər nədir? Birincidə mənim 1 dalım var, üçüncüdə 1 dalım var, dördüncüdə də 1 dalım var. Və indi burada deyir, bir yanlış numaralandırmaqdır. Nədir? Burada yanlışdır. Deyir, en az sayıyı kaldıracaq şəkildə. En az sayı mənası nədir? Edər bir-birlərinə daha yaxın olacaq şəkildə numaralandırırız. Yəni, mən burada bu sayıları siləm. Nədir? Bu numaralandırma yanlış numaralandırma oldu. Daha böyük sayı çıxır. Əgər mən bura 1 verdim, bura 2, bura 3, bura 4 gəlir. Tərs şəkildə bura 1 versəydim, 2, 3, 4, 5 gəlirdi bura. Onun üçün mən sağ tərəfçi gəldim. Yəni, indi mənim sayım oldu nə? 1, 2, 4. Dediyim kimi, cənə deyir, en az sayıyı kaldıracaq. 1, 3, 4 edir 8, 1, 2, 4 edər 7. Yəni, en az sayıyı kaldıracaq şəkildə numaralandırdım. Ondan sonra deyir, gəlirik İngilizcə alfabesinə görə, xəbəriniz olsun, hər zaman isimləndirmək İngilizcə alfabesinə görədir. İngilizcə alfabesinə görə burada im var, etil, bura metil, burada da metildir. Yəni, indi mən naxısını yazaram, çox da baxalat edək, gəl, küçükdən başlayaq, küçük olanların başlaram, metil, bir karbon var, daha sonra etil. Bir yanlışdır. Çünki İngilizcə isimləndirməyə görə i harfi daha öncə gəlir m-lə. Yəni, burada hangisi daha öncə yazılır? 4 etil. 4-cü karbonda nə var? Etilim var. Virgül. Ondan sonra birincidən ikincə də aynı maddə var. O da nədir? Metildir. Yazaram 1,2. 2-dən olduqca bəs yazaram dimetil. İndi aromatikin adı nədir? Benzən. Gələk xeyr örnək yazağın. Aynən aromatik hidrokarbondur. Əgər burada CH3, burada CH2, CH3, burada CH2, CH2. Bunun adı nədir? Metil. Buranın adı nədir? Etil. Bu dalın adı nədir? Propil.
İndi əgər deyir ən az sayı, baxaq burada necə olur ən az sayı. Bura 1 versəm, bura 2, 3, 4, 5, bura 6. Edir mənim hangi karbonlarda dalım vardı? Birinci karbonda, üçüncü karbonda, beşinci karbonda. Əgər burada baxdığınız aynən çıxırsa, hardan başlarıq? O vaxt gələk İngiliscə alfabesinə görə. Baxaq. İndi burada mənim birincidə nə var? Metilim var. Üçüncüdə etil, beşincidə propilim var. Mən bu numaralandırma edə biləm, bəhsini düzəltdim. Əgər bir yanlış isə, yanlış isimləndirmək nədir? Əgər mən bura 1 qoydum. Məsələn, marka nə idi? 1, 3, 5 idi. Baxaq, aynən burada 1, 3, 5 çıxar. Birinci çıxar İ harfi gəlir. Yazdığım kimi İ harfi. İ, bura edər birinci karbon. Ondan sonra metil. Metil hayancıdır, bu tərəfdir. Əgər metil bir yanda olsaydı, bir tərəfdə isimləndirərdim. Bəs madəm yuxarıcıdır, gələm yuxarı tərəfə. Çünki M harfi gəlir. İ'ni yazdım. Bu etildir. Gələm yuxarı. Onlar nə? Bura 1, bura 2, bura edər 3-cü karbon. 4-cü karbon, 5-ci karbon. Bu şəkildə bəsin neylədim? Numaralandırdım. İndi bu da edər 1, 3, 5. Nədir əvvəl ki 1, 3, 5 seçim? Metiliyəki ölçüdədir. Ondan sonra gəl etil. Yox, yəni İngiliscə alfabesinə görə dolandırdım, numaralandırmanı yazdım. İndi isimləndirməyi yazsaq bəs, isimləndirsəm bunu, edər birincidə nə var? Birincidə etil, virgül. Ondan sonra 3-cü karbonda bir dalım var, o da 3 metil, virgül. 5-ci karbonda nə var? O da 5 propil. Halkanın adı nədir? Benzən. Bir də aromatik hidrokarbonların isimləndirməklərdir. Çox qəribəmiz dediyim kimi yanlış isimləndirmək gəlir. Yanlış isimləndirməyi biz doğru şəkildə, əqibini də yanlış etsək, doğru şəkildə biz düzəltə biliriz. Bu gün gələyəm indi digər konumuz alkinlər. Aromatik hidrokarbonlar bitdi, bu qədaydı. Özəlliklərini, bir də kullanımlarını oxuduq. Bildik nədir? Biz 10-cu bölümdə dedik, hidrokarbonları oxuduq. Hidrokarbonlar 10-cu bölümdə. İndi gəlirik alkinlər. Baxaq, alkinlərin özəllikləri nədir? Formülləri nədir? Genel formülləri nasıl yazılır? İndi burada həmsin yazarıq. Alkinlər. 10-cu bölümdəyik cənab. Əgər baxsaq, bir hidrokarbonları yazırım. Burada hidrokarbonlar aldıq. Hidrokarbonlar. Hidrokarbonlar dedik, 2 türümüz vardı. Biri nə idi? Doymuş hidrokarbonlar, diğeri doymamış hidrokarbonlar. Doymuş hidrokarbonlar, doymamış hidrokarbonlar. Baxsaq, doymuş hidrokarbonlarda nəmiz var idi? Alkanlar, bir də halkalı alkanlar. Doymamış da alkenlər, aromatik hidrokarbonlar. Biz gedən dərslərdə alkanları anlatmışdıq əvvəldir. Əvvəlki dərslərimdən əvvəl dərsə halkalı alkanları anlattım. Ondan sonra aromatik. Nədir? Çox tələbə bu ikisi arasında yanlış dərc etdiyi üçün, qalat çox olduğu üçün ikisinin bir-bir arasında anlatım qəbillərsiz fərqləri nədir? Alkenləri daha əvvəldir anlatmışdıq. İndi bu gün gəlirik alkinlər. Alkinlər nədir? Doymamış hidrokarbonlardır. Alkinlər doymamış hidrokarbonlardır. Birinci özəlliyi nədir? Alkinlər doymamış hidrokarbonlardırlar. Bu birinci özəllikdir. Ondan sonra üçlü bağ içerirlər. Biz bildik alkanların tek bağı var.
alkenlər çift bağı var, alkinlərin 3 bağı vardır. Yəni üçlü bağı vardır. Birinci özəlliyi üçlü bağı vardır. Yenə baxaq genel formülləri alkanlar üçün nə yazırdıq? CN H2N artı 2 idi. Alkenlər CN H2N, alkinlər CN H2N eksi 2. Yəni karbon sayılarına görə n'ləri yazar, ondan sonra bir sayıya neçə çıxar? Bu nədir? Genel formülləri. En önemli şeylerden biri genel formülleri, yani genel kuralları formülü CnH2n eksi 2. Bu nədir? Alkinlerin genel formülleridir. En önemli özelliklerin biri üçlü bağ vardır. Baxaq necəyə? İndi üçlü bağ olması için en az 2 karbon olması gereklidir. 2 karbon kimdir? Metan, etan. Yani etandan belə. İndi etan alkan idi, etan. Əgər olsa alkin, bu an eki olar nə? Etin. İn ekine çeviririz. 2 karbon arasında dedik, nə vardı? Üçlü bağ vardır. İndi bu karbon, bu 3 bağ var. Nə qədər az qalıb? 1 bağ qalıb. Bu karbonda 3 bağ var. Nə qədər az qalıb? 1 bağ. İndi edər bu formülün adı nədir? Deyərik C2H2. Nədir? 2 karbon var, 2 hidrojenin. Adı nədir? Etin. İndi bunun ticari adını da yazabilirik. Kəbəsinə deyirlər asetilin. Etin, yəni də asetilin. Gələk, əgər 3 karbon olsaydı, 1 karbon, 2 karbon, 3 karbon. Bir yana mən nə qoyaram? Üçlü bağ. Üçlü bağ qoyandan burada nəsə qalıb? Bir hidrojen qalıb. Bu karbonun 1, 2, 3, 4. 4 bağ oluşturduğu için heç bir hidrojen bağı yoxdur. Nədir? Çünki karbon nə faza, nə S3'dür. Sadəcə 4 bağdan oluşur. Burada neçəm var? 1 bağım var. Nə qədər az qalıb? Hələ 3'ü qalıbdır. CH3. Nədir? Ətrafına 3 hidrojen, 3 bağ yerləşdirirəm. Onlar nə? İndi baxaq, burada nə edirəm? Alkenlərdə en yakın çift bağ hardaysa oradan isimləndirirdim. Burada da deyirik, baxaram bu 3 bağ hangi tarafa yakınsa oradan isimləndirməm. Yəni bura edər 1-ci karbon, bura edər 2-ci karbon, bura edər 3-cü karbon. Xəbəriniz olsun, bəs etində göstərmədim ki, bu çift bağ harda? Çünki zaten özü 2 karbon da aralarındadır. İndi əgər baxsaq, hər zaman 2 karbon arasında bir çift bağ vardı. Əvvəllər demişdim, küçük olan sayıyı seçeriz. Yəni bu çift bağ kimindir? 1-ci karbonundur. Bu çift bağ 1-ci karbondur. Yazaram 1. Nə yazdım 1? İstəyirəm bu üçlü bağın yerini göstərdim ki, hangi karbona aiddir? 1-ci karbonla 2-ci karbon arasındadır. Bu üçlü bağ edər 1-ci karbonundur. Edər, bunun adını yazım nədir? Mən biləm 3 karbon alkanlarda propandır. Bu olsa alkinlər olar propin. İn eki eklenir. Propin yazdım. Bəs bəmə də bir deyəsən, bu neçənci karbondadır? Neçənci karbon? 1 propin. Edə bildik propin də yazmayaq. Çünki mən yenə burada qoysaydım bu üçlü bağı, aynən edərdi, bu tərəfdən başlardım 1, 2, nə yazılardı o vaxt? Yenə edər 1 propin. Yəni nə yazsa o propin, nə 1 propin, aynəndir. Demişəm, çox qara bir əkə, neynərək burada yazılmaz, çünki 3 dənədir. 3 nədir? Yəni sağdan da başlasam, soldan da başlasam, hə edər 1 propin. Edə biləm də bəs yazım propin. Bu kimidir? Bu propinlərdir. İndi gələk örnəklər alağım, baxaq sorularda örnəkdən tabii en çox gələn soru nədir? Hidrokarbonlarda yanlış isimləndirmək. Yanlış isimləndirməyi düzəltiniz. Yəni aşağıdakilərdən hangisi yanlış olarak isimləndirilmişdir deyə soru gəlir. İndi gələk baxağın isimləndirməklərin əgər yazsağın CH3, ondan sonra C, 1, 2, 3, cənə C, CH3. Burada əgər bəsin isimləndirməyini yazsam, baxaram, isimləndirməkdə numaralandırmaq. Bura 1 qoysam, bura 2, bura 3, bura 4. Əgər sağdan başlasam, edər bu 2-ci karbondadır. Üçlü bağ 2-ci karbonda. Əgər buradan numaralandırmağa başlasaydım, yenə edərdi 2-ci. Yəni burada da
fərq yoxdur. Burada hangisindən yazmışam? Ha sağdan, ha soldan aynəndir. Yəni edərəm, yazaram 2. 2 mənası nədir? Burada yazdım. Edər ikinci karbonda mənim üçlü bağım vardı. Ondan sonra baxın, bu uzun düz zincirin adı nədir? 4 karbon dedik, özü 4 karbonsa bütandır. Olanda alkil, kəbirləm 3 qrup var içində edər nə? Alkildə bütan olur, bütil. Bütin. İn eki eklənər bəsicə. Ondan sonra 5 azsaq, CH3, C1, 2, 3, CH2, CH3. Yenə birinci işim mənim də bir numaralandırım. Numaralandırmaq mənası nədir? Bəmə göstərsin kəbik karbonun üçlü bağı hardadır? Buradan başlasam edər 1, 2, ikinci karbonu düşürür. Buradan başlasam 1, 2, 3, üçüncü karbon edər sağdan başlamam, soldan başlayaram numaralandırmaya. Nədir? Çünki bu edər, bu üçlü bağ ikincidədir. Yazaram 2. 2 nə? Adı nədir? 1 karbon, 2, 3, 4, 5. 5 olanda adı nədir? Büyütüldən sonra nə gəlir dedik? Propen. Propanaka 3'dür. Büyütan dedik. 4 karbondur. Pentan 5 karbondur. Heksan alkanlarda 6 karbondur. İndi burada baxaram neçə karbonum var? 5 karbonum var. Bir də üçlü bağ var içində. Üçlü bağ olanda pentanaka olar nə? Pentin. Olarak ismini 2 pentin. Net yazdım 2 pentin. Çünki ikinci karbondan sonra mənim üçlü bağım gəlir. İndi əgər bu mənim üçlü bağım da vardı, dal gəlsə istilərinə bir dal gəlsə, o zaman necəyi bəsin isimləndirirəm, numaralandırıram. Əgər üçlü bağ, həm üçlü bağım var isə, həm də konunun başlığını yazım. Alkinlerin isimləndirilməsi. İndi isimləndirməkçə mənim həm üçlü bağım var, həm dalım var. Baxın, o vaxt hardan başlayaram? Dalın ən yaxın olduğu tərəfdən, yəni də üçlü bağın ən yaxın olduğu tərəfdən başlayarıq. Burada mənim nə var? Bir dalım var. Bir dal vardı burada. İndi istəyirəm bəsini bunu isimləndirib. İsimləndirməkdə hardan başlayarıq? Diri üçlü bağın ən yaxın olduğu tərəf. Buradan başlasam 1, 2 edər birinci karbonu düşürür. Birinci karbonu nə düşürür? Üçlü bağa birinci karbon. Baxın, dal hara düşürür? 1, 2, 3, 4. Dördüncü karbonu düşürür. Yenə isimləndirməkdə birinci dalın ismi yazılır. Daha sonra birleşiğin ismi yazılır. İndi baxın, edər dalaka hardadır? Dördüncü karbondadır. 4 metil. En uzun zincirdir. Bir də daldır. 4 metil. Üçlü baqa hardadır? 1. Birincidədir. İncə baxaq, əgər 1 karbon, 2, 3, 4, 5 karbondan oluşur. 5 karbondan oluşduğu üçün dedik, adı nədir? Pentin. 1 pentin. Edər bu kimyasal birleşiğin adı 4 metil 1 pentin. İndi baxaq, əgər farklı dallar var isə üstündə, o zaman necəyi bəsin? Bura 1 dal, 2 dal, 3 dal. İndi biz bilirik, birinci kere en uzun zinciri seçeriz. Edə bilirik, en uzun zincir bu şəkildə də gedəğin. Çünki bu da aynı metildir, bu da metildir. Bəs mən düz alam, diğerlerini edərəm nə? Edərəm dal bəsicə. Baxağım, alkinlərdə birinci özəllik üçlü bağa baxarım. Hayandadır? Əgər bura 1 qoysam, bura 2 edər birincidir. Buradan başlasa talaba deyər, gəl baxım, en yakın daldan başlayım. Yox, alkinlər və alkənlərdə en yakın bağqalar. Alkənlərdə 2 bağ en yakın isə, alkinlərdə üçlü bağın en yakın olduğu tərəfdən başlayaram. İndi burada birinci karbonun ikinci karbon arasında üçlü bağ vardı. Edər hangisinin de en küçük olan birinci karbonundur. Burada nə var? Bu metil daldır. Bir də daldır, bir də daldır. Edər bu üçlü bir dal var içində. Yəni, indi bəsin numaralandırsam 3, 4, 5, bir də 6-cı.
6 karbon edər nədir? Özü heksandır. Bəs madəm içində üçlü bağ var, edər heksin və isimləndirməkdən. İndi baxağın, birinci dalların ismini yazaram. Hardadır? 3-cü karbonda bir dalım var. 3-cüdə, 4-cüdə, 5-cüdə. Hər üçdə aynı olduğu üçün bayaqca qoyaram trimetil. Hər üçdə metildir. 1, 3, 5, trimetil. Üçlü bağ dəymində bir görsədə xayandadır. 1, nə? 1 yazaram nə? 1, 2, 3, 4, 5, 6. Edər 6 heksin. 1, 3, 4, 5, trimetil, 1 heksin. Əgər imtihanda yanlış isimləndirmək istəsə, yanlış isimlə bura 1 verər, bura 2, bura 3, 4, bura 5 verər. Baba deyər 2, 3, 4 edər nə? Trimetil 5 heksin. Bu yanlışdır. Nədir? Burada alkinlərdə ən önəmli özəllik üçlü bağın ən yaxın olduğu tərəf. Əgər ortada isə heç fərqi yox isə o vaxt öz keyfini edə bilərik. Yəni sağdan, yəni soldan başlayaq. Bəs əgər sağa daha yaxın isə sağdan başlayarıq. Sola daha yaxın isə soldan başlayarıq. İndi baxağın, bir xeyr örnəkdə yazağın isimləndirməkdir. CH3, CH3, CH3. İndi əgər bura baxsaq, tələbə daimən gəlir, bəmsi hardan isimləndirək, numaralandır. Birinci işimiz mən numaralandırıram. Alkinlərdə ən önəmli özəllik, hara baxaram, üçlü bağ hayandadır. Buradan başlasam 1, 2, 3, üçüncüyə düşürük. Sağdan başlasam 1, 2, 2 düşür. Yəni, mən birinci işim qəbildim, mən sağdan başlayıram. Nədir? Ən az sayını qaldıracaq şəkildə. B2 isə bu da 3-cü karbon, 4-cü karbon. Əgər baxsaq, 4-cü karbon istində nə var? Metilin var, metilin var. 2 dal var istində. Heç özüm şoş etməm. Gənə yazaram bəzisi 4, 4, dimetil. İndi baxaq, bu uzun zincirin adı nədir? 1 karbon, 2 karbon, 3, 4, 5. 5 karbondur. Edər adı nədir? Pentin. Hayanda adı pentin yazandan 2 pentin. Ən yaxın olduğu tərəfdən başlayaram. Bəzi örnəklərimiz də var. 3, 3, dimetil, 1, 3, 3, dimetil, 1, biyutin. Əgər bu şəkildə bəmizə ismin versə, özümüz desə yapın, nə edərəm? 1 karbon, birinciden sonra 3 bağ var. 2-ci karbon, 3-cü, biyutin 4'tür. Deyir, 3-cü karbonda nə vardı? 3, 3 verdiyinə görə 3-cü karbonda 2 metil qrubum vardı. Bu şəkildə yazaram. CH3, belə tamamdır da CH. Bu şəkildə bəsin formülünü yazaram. Əgər bizdən istəsə. Bəs alkinlərin özəllikləri və kullanımlarını da bağlısı oxuyarım. Alkinlərin qutubsuz birləşiklərdir. Alkanların aynı özəllikləri vardır. Asetilen indi burada oxuduq. Etin edər. Etindən gəlib asetilenə O2 ilə bir-birlərini tutar və asetilen oluştururlar. Etin nədir? Asetilen qazı qazı əgər oluştursa, asetilen qazı oluşsa, etin taban özünü O2 ilə birlikdə tutar, asetilen qazı oluşur. Alevli kaynaq işlərində kullanılan yüksək ısı üretir. Asetilen və oksijen qazlarını kullanan alev oksiasetilen alevi olaraq da bilinir.